Salam, hər vaxtınız xeyir olsun. Mən Günel Rəsunzadə. Bugün 5-ci sinif riyaziyyat dərsliyindən müxtəlif tərəfli fiqurların sayəsinin tapılması ilə bağlı bir neçə sualın izahını verəcəm. Baxaq sual 5-ə. Sual 5-də bizə deyir ki, verilmiş fiqurun sayəsini əlverişli üsul ilə tapın. Verilən fiqurun sayəsini əlverişli üsulla belə tapa bilərəm ki, verilən fiquru iki hissəyə bölərəm. Mənə məlum olan hissələrə. Məsələn, bir tərəfi olar düzbucaqlı üçbucaq, digər tərəfi də alınır bir düzbucaqlı. Biz bilirik ki, düzbucaqlı üçbucağın sayəsini tapmaq üçün katetlər bir-birinə vurulur və ikiyə bölünür. Yəni, katet vurulsun, katet bölünsün, iki düsturundan istifadə olunur. Düzbucaqlının sayəsini tapmaq üçün isə n uzunluğa vurulur. Yəni, A vurulsun B. Və gəlin diqqət edək tərəflərə, yəni tərəflərin uzunluğuna. Biz bilirik ki, düzbucaqlının qarşı tərəfləri bir-birinə bərabər olur. Əgər n 5 cm-dirsə, aşağı tərəfdə 5 cm olar. Əgər uzunluq 6-dırsa, digər uzunluq da 6 olar. Mənə ümumi bir uzunluq verilib 8. 8-dən bir tərəfi əgər 5-dirsə, digər tərəfi də olar 3. Və mən müəyyənləşdirdim ki, düzbucaqlı üçbucağımın tərəfləri 3 və 6 cm-dir. Düzbucaqlımın tərəfləri isə 5 və 6 cm-dir. Və düsturda verilən rəqəmləri yerinə qoyub cavabımı taparım. Yəni, katet vurulsun katetdirsə, o zaman 3 vurulsun 6 bölünsün 2 cavab edər 9. Deməli, mənim düzbucaqlımın sahəsi, düzbucaqlı üçbucağımın sahəsi 9 kvadrat santimetrdir. Bəs düzbucaqlımın sahəsi nə qədərdir? Yəni, A vurulsun B-dirsə, o zaman 5 vurulsun 6 bərabərdir 30-dur. Və sonda nə edərəm? Verilən sahələri hesablayaram, yəni toplayaram. 30 üstəgəl 9 bərabərdir 39. Yəni, verilən fiqurun ümumi sahəsi 39 kvadrat santimetrdir. Növbəti. Məsələn, belə bir fiqur verilibdir. Bu fiquru rahat şəkildə bölə bilərəm. Baxın belə. Bir tərəfi alınır düzbucaqlı, digər tərəfi isə alınır düzbucaqlı, üçbucaqlı və verilən tərəflərə əsasən də mən uzunluğu müəyyənləşdirərəm. Məsələn, bir tərəfdə verilib 8, dedi ki, qarşı tərəflər bir-birinə bərabərdir. Deməli, burada 8-dir. 14-dən 8 hissəsi verilibsə, digər tərəf olacaq 6. Aşağı uzunluq verilib 20. Yuxarı tərəfi isə verilib bura qədər 16-dır. Deməli, 20-dən 16 digər tərəf olar 4. Deməli, düzbucaqlı üçbucağımın tərəfləri 6 və 4-dür. Və düstura əsasən, yəni katet vurulsun, katet bölünsün 2 düsturuna əsasən sahəni taparam. Yəni, 6 vurulsun 4 bölünsün 2 bərabərdir 12. Aşağı düzbucağının uzunluğunu tapmaq üçün isə nə edərəm? 20-ni 8-ə vuraram. Yəni, 20 vurulsun 8 bərabərdir 160. Və sonda verilən sahələri toplayaram. Yəni, 160 üzərinə gəl 12 bərabərdir 172. Yəni, verilən bu fiqurun ümumi sahəsi 172 kvadrat santimetrdir. Digəri, belə bir fiqur verilibdir və bu çox rahat şəkildə verilib. Deməli, oturacaqlar 4-dür və ümumi uzunluq 8-dir və yarı-yarıya verilibdir. Deməli, burada 4-dür. Burada 4-dür, burada 4-dür. Və verilən düzbucaqlı üçbucağımın sayəsini tapmaq üçün nə edərəm? Katet vurulsun, katet bölünsün 2. Yəni, 4 vurulsun 4 bölünsün 2 bərabərdir 8 edər. Bunlar bir-birinə bərabər olduğuna görə, deməli, burada 8-dir. Yəni, 8 üstəgəl 8 bərabərdir 16-dır. Və yəni, düzbucaqlı üçbucaqlarımın sahələri 16-dır. Yəni, ümumi bir yerdə. Aşağı düzbucaqlımın sahəsi isə 20 vurulsun 4 bərabərdir 80-dir. Sonda nə edərəm? Sahələri toplayaram. Yəni, 80 üstəgəl 16 bərabərdir 96. Deməli, mənə verilən bu fiqurun ümumi sahəsi 96 kvadrat santimetrdir. Bugünlük izahım bu qədər. Əgər izah sizin üçün yararlıdırsa, videolarımızı bəyənməyi, şərh yazmağı unutmayın.